Düz 34 il bundan əvvəl aprel ayının 8-də Ermənistan Silahlı Qüvvələrinin separatçı qrupları hazırda üzərində dayandığımız Ağdaban avtomobil yolundan kəndə 1000 nəfərdən artıq canlı qüvvə və ağır texnikalar vasitəsilə əliyalın əhalinin üstünə gedirlər. O gün Ağdabanlıların harayı dağların qoynunda əbədi ağıya çevrildi. 34 il keçməsinə baxmayaraq, Ağdaban sakinləri həmin dəhşətli günləri xatırlayanda o günlərin ağır acısını yenidən hiss edirlər. Bizim kəndin mərd, qoçaq, döyüşkən cəmaatı olub. Onlar son ana qədər, yəni kənddən heç kəs köçmədən, qaçmadan, o boyda təhlükənin qarşısında 3 ildən artıq böyük əziyyətlər çəkərək Azərbaycanın ərazi bütövlüyünü qoruyublar. Bizi dağıttılar, yandırdılar. Bizim çox adamı tayanın içində attılar, odladılar. Ağdabanda nə qədər şəhid verildi, nə qədər qazi oldu. 28 il o torpağın işğaldan azad olunmasını gözlədik və həmin gün gəldi. O zaman Ağdabanda şəhid olanların ruhu indi şaddır, deyir kənd sakini Rafiq Məmmədov. Bir vətəndaş olaraq bu görülən işləri mən görəndə mən həqiqətən çox böyük fəxr edirəm və alqışlayıram dövləti, hökuməti, bugün Azərbaycan xalqını ki, bu boyda ağır müharibədən sonra dayanmadan, nəfəs almadan bu boyda quruculuq işlərini görürlərsə əhsən deyirəm. Və bugün çox qürurla dayanıram, bugün çox qürurla müsahibə verirəm. Ona görə ki, biz öz torpağımızdayıq. Kəlbəcərlilər böyük qayıdış proqramı əsasında mərhələli şəkildə öz ata-baba yurdlarına qayıdır, həyatlarını orada davam etdirirlər. Yaxın gələcəkdə Ağdaban cəmaatı da doğma kəndinə qayıdacaqlar. Həyat yenidən öz axarına düşəcək Ağdabanda. Xaliq Qurbanlı, Rəşidə Zülfüqarova, Fuad Quliyev, ASTV Xəbər.